Xəbər verdiyimiz kimi, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi Deçixanın əməliyyatı ilə saxlanılıb. Onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Turkistan Azbakupos Paza istinadla məlumat verir ki, vəzifəyə təyin edildiyi vaxtdan Musa Şəkiliyev dəfələrlə mətbuatın gündəminə gəlib. Haqqında yayılan faktlar göstərir ki, Musa Şəkiliyev təkcə dövlət vəzifəsində uzun müddət çalışması ilə deyil, həm də qohumluq əlaqələri ilə diqqəti çəkib. Şəkiliyevin tənqidə tuş gəlməsinə səbəb olan ən bariz nümunələrdən biri 2024-cü il mayın 20-də baş verib. Həmin gün Uzuntala kəndində keçirilən səyyar qəbul vaxtı icra başçısı və onun ətrafındakı vəzifəli şəxslər kölgədə yerləşdirilmiş rahat stullarda oturduqları halda görüşə gələn kənd sakinləri əsasən də yaşlı insanlar günəşin altında saatlarla gözləməli olublar. Daha da acınacaqlısı odur ki, yaşlı kənd sakinləri bağçalarda istifadə olunan uşaq stullarında əyləşdiriliblər. Bu xoşagəlməz görüntü sosial şəbəkələrdə geniş yayılıb və ciddi ictimai narazılıq doğurub. 2021-ci ildə müğənni Vüqar Muradov Musa Şəkiliyevi istifaya çağırıb. Müğənni Facebook paylaşımında deyib ki, icra başçısı şəhid polkovnik leytenant Sadiq Məmmədovun ailəsinə və necə kasıb yaşamışsınız, indi də elə yaşayın deyib. Vüqar Muradovun sözlərinə görə Musa Şəkiliyev şəhid ailələri və qazilər üçün ayrılan pulları mənimsəyib. Videoda yer alan iddialara görə Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi qaliblərindən biri Renater MMC adlı şirkət olub. Şirkət 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi Qaxda qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev bu şirkətə indiyədək abadlıq və təmir tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satın alması yönəldib. Bundan başqa Şəkiliyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə Dost İş Mərkəzi MMC-dən əmək haqqı alan ictimai işçilərin siyasındadır. Bundan başqa rayondan olan 40-a yaxın fermeri şikayəti də bir müddət mətbuatda gündəm oldu. Onların bildirdiyinə görə icra başçısı dövlət maraqlarını əsas gətirərək fermerlərə məxsus minlərlə hektar torpaqları özünə məxsus MMC-yə verib. Bundan başqa zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, şəfa istirahət və müalicə pansionatı, İlisu pansionatı, Yaşıl Parkolu, Improtex, Ballı Bulaq, Qafqaz, Eden Park Otel, Səngər Qala istirahət mərkəzi, El Resort 5 ulduzlu otel, Uludağ turizm mərkəzlərinin Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətində olduğuna dair iddialar var.